Daxili İşlər Nazirliyinin əməkdaşları qanunsuz odlu silah sursatının əldə edilməsi, saxlanılması və gəzdirilməsinin qarşısını alınması istiqamətində növbəti əməliyyat tədbirləri keçiriblər. Xankəndi şəhər polis şöbəsi tərəfindən Bərdə rayon sakini 1973-cü il təvəllüdlü Azər Qəhrəmanovanın şəhər ərazisində yerləşən nəzarət buraxılış məntəqəsindən odlu silah sursatını keçirməyə cəhd göstərməsi müəyyən olunub. Buraxılış postunun təhlükəsizliyi məqsədilə nəqliyyat vasitəsinə baxış keçirilən zaman Mercedes markalı avtomobildə sərnişin qismində olan Qəhrəmanovadan bir ədəd AK markalı avtomat silah və 30 ədəd patron aşkarlanaraq götürülüb. O sursatda polis əməkdaşlarının diqqətinə yayındırmaq üçün hissələrə bölərək müxtəlif geyim dəstlərinin arasına gizlədib. Araşdırmalar zamanı Qəhrəmanovun odlu silah sursatı Xankəndində yerləşən restoranların birində çalışan 1959-cu il təvəllüdlü qaynatası Nazim Həsənov və 1997-ci il təvəllüdlü qayna Murad Həsənovdan əldə etdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən şəhər ərazisində davam etdirilən növbəti tədbirlərlə həmin şəxslərin işlətdikləri restorandan əlavə bir ədəd AK markalı avtomat silah, 2 ədəd Makarov markalı tapanca və 30 ədəd patron aşkarlanaraq götürülüb. Namiq Həsənov və Murad Həsənov ifadələrində qanunsuz saxladıkları odlu silah sursatı satış məqsədilə gizlətdiklərini bildiriblər. Tədbirin davamı olaraq Qəhrəmanovun daha əvvəl Həsənovla birlikdə odlu silahı satdığı şəxs Zaur Rəsulov Qəbələ rayonunda müəyyən edilərək saxlanılıb. Onun yaşadığı evdən və həyətyanı sahədə gizlətdiyi bir ədəd atəşə yararlı CZ markalı tapanca və 13 ədəd patron aşkar edilərək götürülüb. Bundan başqa Qəhrəmanovun Bərdə şəhərində yerləşən evinə baxış zamanı bir ədəd pnevmatik tapanca aşkarlanıb. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Dilbər Vüqar qızı, Bölgə TV.